Məncə qızın daha çox müalicəyə də ehtiyacı var. Qızın da. Yox, tək danışıq deyil. Oğlanın müayinəsini... Burun boğazında da var anginası qızın. Yox. Bir də laqapedə ehtiyacı var. Zar mənim, o məndə olan sənəd keçən dəfə mən baxdığım sənəddə... Ana olaraq sən özün niyə uşağı laqapet aparmırdın? Niyə aparmırdın? Çünki özün çıxır gedirdin 40 gün, 50 gün, orada nə inirdin, uşağı Oğlumu əməliyyat elətdirəndə... Nənə boynuna çıxıb gəlirdin. Mehriban xanım, onda deyirsən laqapet lazım. oğlumu əməliyyat elətdirəndə dedim ki, qızımı da gətir əməliyyat elətdirim, gətirmədi yanıma. Götürəcəyik, uşaqları ikisini də götürürük də, hə? Zar mənim, ikisini də götürürük, amma mən yenə də deyirəm, oğlanın müayinələrinə mən baxdım, bir il bundan əvvəl olunan müayinə. Oğlanda ciddi problemlər var. Açın qulağınızı eşidin. Yəni, siz onu vaxtında müdaxilə olunmasa, müalicə olunmasa, onda ciddi psixi dəyişikliklər olacaq. Körpəlikdən müalicə almadı, ona görə o vəziyyətə qaldı. Biz onların müalicələrini öz üstümüzə götürürük. Allah sizdən də razı olsun. Sonra gedib bizdən də şikayət verərsiniz ki, sağ olsunlar, bizim balalarımızı niyə müalicə elətdirdilər? Yaxşı oldu balalarımız. Nənəsi biraz da qəşəng döysün. Götür, gəl, de oradan əyləş elə, qaynanan yanına. Keçmiş qaynanan, orada otura bilərsən. Nədən qorxsan? Hə, yaxşısan, Allah, döyülərəm. Deyirəm ki, ged otur da belə, mən sonra döyülərəm. Evdə döyülərsən, o evdə. Gedəcəyin evdə döyülə bilərsən. Evdən rahatam. Narahatçılığım olsaydı burada olmazdım. Ona görə orada otursam icazənizlə, bəli. Harda ürəyin istəyir, orada otur. Söhbət ondan getmir. Hər zaman valideynlərin belə mübahisəsinə görə övladlar əziyyət çəkir. Və baxın, uşaqlar müalicədən yayınıblar. Uşaqlar psixoloji sarsıntı keçiriblər. Və düzgün müalicəyə getməyiblər. Bəli, çünki bilirsiniz, bir dəqiqə gözləriz zaten, mən sözümüzü tamamlayayım. Çünki bunlar valideynlər arasında valideynlər arasında mübahisə olur və uşaqlar əziyyət çəkir. Uşaqlar təhsildən yayınır, uşaqlar müalicələrindən yayınır, uşaqlar psixoloji duruma düşür və bu göz qabağındadır. Hətta buradan mən səslənirəm ki, valideynlər aranızda nə mübahisə varsa öz aranızda həll edin, övladlarımız əziyyət çəkməsin. Mən də bununla bağlı atasına demişəm ki, uşaq qoy qalsın yanımda, uşağa baxım, ancaq istədiyin vaxtı gör. Ancaq özü şərait yaradır bu münasibətlərin yaranmağına. Nurayyə xanım, sizdə də çox səhvlər var və səhlənkarlıqlar var. Siz övladlarınızı qoyub getmişsiniz. Nə olur olsun, heç bir ana... Sən neçə ay getdin? Neçə ay getdin Türkiyəyə? 40 günlük getmişdim, o da müalicədən ötürü. Nə müalicə olmağa getmişdin? Ginekolojim... Azərbaycanda həkim mi yoxdur? Başına dönüm. İndi birazdan biri gələcək, natik bir təsir olmadı. Nə? Xanım, hansı ginekoloji müalicə 40 gün çəkir? Aldığın müalicələrin kağızları varmı? Bura gətirməmişəm. Varmı? Xanım, əməliyyat olunmuşsunuz siz? Evdə axtarıb baxaram. Sualım sizədir, xanım. Siz əməliyyat olunmuşsunuz ginekoloji? Xeyr. 40 gün hansı müayinə və yaxud ki, müalicə ambulator şəraitdə, yəni 40 gün hansı çəkir ki? 40 gün yox, 40 gün yəni getmişdim Türkiyəyə, orada müalicə almışam. Yəni orada sən həm Türkiyəyə getmişdin, amma həm də müalicə almısan da, belə deyək. Bəli, müalicə. Nə məqsədlə getmişdin? İşləməyə mi getmişdin? Xeyr, mən işləmirəm. Bəs nəyə getmişdin ora? Ailə mi qurmaq istəyirdin? Sənin orada sığortan yoxdur. Sən necə orada müalicə ala bilərsən qızım? Bilirsən, sözü danışanda... Həkimə görsənmək üçün. İstə həkimə gedə bilməzsən qızım. Nə qədər xərcin çıxdı təxminən? Hansı klinikaydı? Mən üzr istəyirəm Kübra xanım. Hansı klinikaydı? $1000 verdim. Bax, mən şey olanda, 12 gündən qabaq. Mikrofona danışın. Ha, tamam o zaman. $11.000 mən ev satdım verdim. Sən necə gedə bilərsən? Qızım, Nuranə, nə müayinələrindən keçdin orada? Yəni, adı nə idi müayinələrin? Getmişdim, o qədər. Burada yalan yoxdur qızım. Bilirsən niyə söhbət ondan gedir? Mən bu şeyin üstünə... Bax, özü desin, necə onu ona görə çıxıb getmişdim. Gəlir, münaqişə salır. Yəni, müalicəyə getməmişdin də, o gəldiyinə görə getmişdin. Bir səbəb də o idi. Yox, Nuranə, qulaq as, mənə əzizim. Bax, Əlizadənin gəldi... Səbəbi Əlizadə oldu. Ay qardaş, bugün mən danışmadım heç.
Bəli, müəllim. Heç Heç nə kimdə olmaz vezirə Zar, onsuz da oruçsan. Biraz sən istirahət elə də qurban. Yaxşı. Yo, nəyə demək baxıram istəyirəm? ki, Deyir ki, tam Əlizadənin əlindən danışma. çıxıb getmişdim. Əlizadənin əlindən çıxıb getmişdim Axlıdır başqa da, bir kəndə, başqa bir oğlan rayona əl gedərdim. çəkmir, evlənsə Hara belə, getsin, ora gəl. Hə? Zaur, evlənsə belə bu oğlan hər gün oradadır. Niyə oradayam? Vaxtlarına görə Özüm ki, özümə xanım. sual verirəm Zahir müəllim. Niyə buradayam? ora getmə, Mən də onun mən sənə cavabını oğlum. özümdən deyir, özüm deyim də. Əlizadə, mən sənə gedirəm bir şey ki, deyim. Sən bu uşaqları götürüb özün saxlamaq istəyirsən? Mən uşaqların ən çox anada qalmağını istəyirəm, amma belə təhqir olularaq, döyülərək yox. Normal Aha. qaydada. Ona görə də Əlizadə. bəli. Götürüb özümdə saxlamayacaq, mən saxlayacağam. Çünki saxlamır. Hə, yəni sən uşaqları almırsan anadan. Mən ona görə gəlmişəm. Bəli, fikrim odur. Amma Məhkəməyə eləmə. vermişik. Tamam, işimiz apellyasiyadadır. Amma Məhkəmə qərarı ilə olacaqsa, alacağam. Olmayacaqsa, Nuranə xanım burada olacaq. Respublikamızın harasında olsa mən o uşaqların yanında olacağam. Nuranə xanımın yox. Hörmətli ekspertlər, mən Nuranə xanım adlı bir şey yoxdur, bir insan yoxdur. Biz boşanmışıq. Çox üzr istəyirəm. Qutarım belə. O mənə ehtiyac deyil. İnşallah bundan Mənə sonra əl çəkərsən. Bundan sonra deyirəm, İnşallah. harda olsa. Yox ay qardaş, deyirsən boşanmışıq, amma deyirsən ayrı ev alıb, getsin mən aldığım evdə yaşasın balalarımla, anasını da yaxın buraxmasın. Sənin o xanımla nə işin var boşanmısansa? Hə. Mikrofona, mikrofona. Övladlarına görə eləyir də. Övladlar işgəncəyə məruz qalır. Övladlarına görə eləyir. Ay Gülnar xanım, Nənənin yanında uşaq. gəlməmişik, qurban sizə olaram. Məni istəməyən kişi mənə deməz ki, ömür boyu ki, balalarıma görə sənə ayrı ev alım. Siz nə danışırsınız? Neynəməliyik bəs? Ay Uşaqlar Allah, o qədər görməyiblər ki, belə şey. Niyə? Normal. Belə şey o qədər görməmisiniz ki? Övladlarına sahib Qəribə çıxır da. gəlir də. Yəni ki, bir kişi boşanandan sonra boşandığı xanımına ev almaq istəyir ki, balaları qalsın onun içərisində. Burada nə var ki? Azərbaycan kişi kimi Amma hansı şərtlə deyir anası da Sağ yaxına müəllim, o istəyir ki, gəlməsin. məhkəmələr ləğv olunsun və nəticələr ləğv olunsun və istəyir ki, alimenti ödəməsin deyə bunlar baş verir hamısı. Alimenti ödəmək istəməyən adam deyərmi ki, xanımımda qalsın, uşaqlar uşağım şiddət görməsin? Allah da. alimentlə Adam deyir ki, balalarım orada qalsın, amma şiddət görməsin. Şiddət görməsin, mən şiddətin əksinəyəm. Mən istəmirəm şiddət alimentlə görməsin. bağlı əlində qəbzlər var. Ödəniş eləyibdir. Sən ay nənə, Vaxtında ödəniş ay olunubdur. nənə, sən bir dənə cavab ver görək. Bütün aydır. bizi şoka saldın. O təpişlər nə idi? O bir səhv idi. O atası örgətdiyinə O görə. səfiydi, ondan əvvəl Yox. nə idi? Atasına kömək elədi. Səhv Nuray olsa mənim belə, əlimdən sən almaq. inan Qəfildən bizim o baş burada verdi. hamımız dəhşətə gəldik. Kübra xanım, mən gördünüz Nicat mənlə necə görüşdü. Nicat çox Çox istəyirsən. dəcəldir. Çox Mən orada dəcəldir. fikir Məni verdim. də çox Hətta istəyir. qız atasından getmək istəmirdi. Bunlar ayrı cür var. Mən gördüm ki, qız sənin arxana girir. Qız mənim arxamda gizlənir. Hə. Əlizadə onu güclə belə tutdu, dartdı, apardı. Onu Qıraqdan da xahiş edirəm. çəkirlər. Lap Bundan da- sonra hə, diqqətli ol. qıraqdan da, bəli. Ümumiyyətlə uşaqlara əl qaldırmaq, əziz Yox, valideynlər, əziz nənələr. Düzgün deyil. Yox, onu mən də Özü də başa Allah düşürəm. haqqı. Mən özüm Özüm də uşaqları çox istəyirəm. Mən özləri də Zavra bilir. etiraf Zahir edirəm. müəllim. Mən özüm uşaqlarımı döymüşəm. Amma inan Şiddətə qarşı. nəvələrimə o qədər yalvarıram ki. Şiddətə qarşı. Körpə. Yox, qız getmək istəmir Xeyr. oradan. Xeyr, xeyr, elə bir Mən şey deyil. Yox, yox. Qız arxamda gizlənir. Mikrofona. Onu Mehriban, orada qız arxasında Sən bir dənə gizlənir. diqqətlə, mən Oğlan, neçə xeyr. diqqətlə Oğlana izləmişəm. bax, oğlan oğlan qızı da atasına arxasında. kömək eləyir ki, Nurayı əlimizdən alsın. Ay bacı, mən görməmişəm. Nuray Sən Nuray eləsən, Nuray sən vermək eləsən istəmədi. nənə. Xeyr. Döymək qaydası var da. Bax, bir Uzaq dəfə də başı bir dodağı dənə qolundan partlayıb, burada. atası Elə bil ki, şəklini düşmən çəkir. döyür Şiddətə səni. qarşı. Niyə vurmalı deyə? Fikrimi deyim. Niyə görə? Düşmən Niyə döyür görə? sən. Dünyaya O gətirdilər. uşağın məni vurmağına görə mən bu Belə, cibdə boynum yenə də nəvənə quruyubdur. fikir verdim. Gəldi, girdi bu studiyaya, mən şok yaşadım. Necə sarıldı boynunu, öpdü səni. Həmin o döydüyün nəvə. Onu Allah Mən bilir şok ki, yaşadım. nənə də nəvəni ilə çox istəyir, nəvə də nənəni. Zal, O ata uşaq- örgətməsə ki, Nənə nənə bəyəm- cavab Ay qaytar. Bir saniyə, bir saniyə. Mervan xanım eşidək, bir saniyə. Uşaq Mervan, sakit buyur. uşaq. Zar, bayaq nənə Ata deyir ki, öyrətməsə. Kübra xanımla danışanda, uşaq xəstədir. Özü də etiraf edir ki, uşaq xəstədir. Mən uşaq xəstə olan uşağa
əl qaldıraram Uşağı yox. Daha da mehriban onun psixologiyasını davrananda yaxşıdır. pozaram Azal. Elə vurula, biraz da daha da artır. Bən indi doktorumuz da buradadır. Ən azı o uşaq vurula, daha Nə da eləyir? psixologiyası İşte pozulur. müalicə- Daha da pis olur. Mehriban Ana xanım. özü üçün gedir 40 gün hardasa qalır. Mehriban Sonra xanım. qayıdır. Sonra ata ilə Bəs vursunlar. atanın Bizim elədikləri... problemimiz- Uşağa Bəli, baxa bəli. bilmirsən, ver ataya. Ata sən baxa Ata bilmirsən. hansı müalicələri alimentini eləyib bu ödə. müddət ərzində? Bir yenə problem olanda mən valla artıq mən uşaqları mən istəmirəm. Əgər bir uşağa işgəncə Ata verirlərsə, hansı müalicələr incidirlərsə, eləyib, hansı belə köməkliklər eləyib valideynlərdən göstərsin. valideyn olmaz. Buyur. Olmaz. Hansı köməkliklər Ana eləmisən? deyir ki, Göstər. ata hansı müalicələri eləyib? Bu uşaq Nicat doğulandan bu tərəfə beyin təzyiqli oldu və 2-3 dəfə əlindən düşərək biraz başının tərpənməsi, belə deyim də indi mən bildiyim formasında. Sonradan sizin dünən Kimin əlindən doktorunuza düşüb? təqdim Kimin əlindən düşüb? Ananın əlindən. Sonradan doktorunuz dünən təqdim elədikləri, əlindən sizə təqdim Vaxtı elədiyi baş beyin yuxulayanda ki, hər kəs onları bilir. mən aparmışam. Nuranə xanım, siz deyə bilərsinizmi? Dünənləri doktorumuza Neçə dəfə verdiniz. düşüb əlinə? 2 dəfə. Doktorumuza dünən sənədləri verdiniz. Hansı klinikada siz eləmişdiniz? Bax, Sağır müəllim dediyi kimi, mənlə bərabər mən aparmışam onu. Siz aparmısınız. Aparmısan hara? İkinci tərəfdən nevrologiya, bax, Səndən bir yerdə Abşeron getmişik. poliklinikasına mən aparmışam. Ancaq- İl yarım orada müalicə Ancaq olmuşam. pulunu biz ödəmişik, sən yox. Sığorta ilə olub. Mikrofona. Ancaq pulunu biz ödəmişik, sən yox. Sənlə bir yerdə getmişik. Ancaq İkinci əlini cibinə tərəfdən. bir dəfə atmamısan ki, uşağına Verdiyinizin pulu çeki verir. məndədir. Bax, onu təqdim edin. Ya adamın imkanı çatmırsa, pulu yoxdursa, neynəməlidir? Yəni pulu ata var, kimi bəli, atadır da. Zahir müəllim. Nədir öldürmək lazımdır ki, buraxam. Zahir müəllim, İstəyirsən, Bu da düzgün pulu yanaşma yoxdursa, deyil. Bəs niyə deyir ev alıram? Kişi. Pulu var. Kişi. Var da eləyir də. İnşallah var, Var da var. eləyir də, Aysa bəli. bir pulum var. Elə bir bağlayıblar. Zavur müəllim, bir dəqiqə olar. Bəli. Bu adamın imkanı var. Uşağı yoxlatdıranda uşaq düz dayanmırdı. Ona görə atasını çağırdılar, düz dayansın o. Ona qalan müalicələrin hər şeyi özümüz eləmişik. Bircə onun düz dayanıb onun şəklini də tomoqrafiyadır nədir çəkməyinə görə uşaq dayanmırdı. Ona görə Xeyr, Zahir müəllim. atasını çağırdı, yanında dursun Elə ki, də o Sumqayıtdaydı. O Sumqayıtdaydı. Elmi Təhqiqat Sumqayıtdaydı. İnstitutuna apardıq, Elnur müəllimin yanına. Bəli, onda mən Gəlmədi. getməmişəm. Sonra Getmədi. Narif xanımın yanına aparıblar. İlk öncə mən aparmışam. qədər? Ödənişindən danışmıram. Ödənişini də özüm. Ödənişini də özümüz Ödənişini- eləmişik. Sonra mənə dedilər ki, Zahir müalicəsini müəllim, də. 250 manatdan başqa pul Siz verməyibdi. ailəvi olaraq düzəlməsə, sizin probleminiz həll olunmasa, bax ana ilə bir yerdə oturmuşuq, bir stolda. Dedilər ki, düzəlməsə, sizin bu problem nə qədər adi televizora icazə vermirdilər. Hansı aliment verib, Zahir müəllim onu göstərsin. demək istəyirəm. 10 gündən əvvəl əməliyyat olunub uşaq. Məndən xəbərsiz aparırlar əməliyyat Mehriban eləmək. xanım. Həkim onu sala bilmir. Mehriban Xahiş edirəm xanım. məni dinləyəsiniz də. Həkim sala bilmir əməliyyat otağına. Telefon nömrəsini deyir, cərrah mənə zəng eləyir. Səhər saat 9-da cərrah mənə zəng eləyir. Gedirəm, mən uşağı tutub sağıram içəri, narkoz verirlər, mənim iştirakımla olur. Və yenə də dərmanlarını alıram. Təbii ki, sığorta tipli məktəbidir. Hamısını eləmişik. İkinci tərəfindən də hər bir şeyi mən eləmişəm. Nəyi danışır? Mən Nuranə xanımdan onu soruşmaq istəyirəm. Nuranə xanım, dünən təqdim elədiyiniz o 5000 manatlıq gətirin bir şeyi çıxardım. Mən sizə təqdim eləyəcəm ki, onun hər bir şeyinin çeki məndə olub. Mən aparmışam. Bax, birinci Nə Abşeron ödəmisən? klinikasına. Nə ödəmisən? Üzr istəyirəm, Onu Abşeron göstər. klinikasına. Təbii sığorta ilədir. İkinci tərəfdən Abşeron klinikasından təyinat almışıq nevroloji xəstəxanaya. Hörmətli Ay qardaş, aparmalıydın Zahir da. müəllim. Ataları Zahir döyürdü. müəllim. Niyə burada maddiyyatdan Yox, söhbət evlənə gedir ki? bilirsən. 2 uşaq dünyaya gələ bilir səndən. Mənim Aparmalısan borcumdur. da. Elə də Zahir deyirsən müəllim. ki, aparmışam, Ayın aparmışam. yeddisi. Niyə Birbaşa apara niyə? yeddisi Alimenti oğlumu- verə. Niyə alimenti Ha, vaxtı vermir? verin. Olar bir söz deyim. Sən Əlizadə, bir saniyə imkan verək. Buyur. Bu ayın mart ayının 7-sində Nicatın anginasından əməliyyat elətdirmişik. Burun boğazından. Atasına uzadıb Medsestra dərmanı, 30 manatlıq dərman al. Gəlib mənə deyir ki, al dərmanı, mənə niyə göndərmisiniz? Yəni mən getmişəm, almışam dərmanı. Onun pulunu mənə verərsən. Qaytarıb özümə verərsən. Kim deyib onun pulunu sənə verərsən? Kim istəyib ondan? Oradaydınız Kübra xanım. Sən Oradaydınız, istəmsən. orada deyildiniz ki. Mikrofona Kübra xanım. Mikrofona. Vermişəm ora. Mən İki, bir mənim sənə nə xəbərim danışam, olmamalı oğlum. ki, uşağım əməliyyat Sən- Sən Nuraniyə ayrıldığın dedin. qadının evinə qapını açmayanda hasardan girməli deyilsən. Bildinmi? O uşaq Ayrıldığın qadına yaxın getməməlisən. Sən ailə qurduğun kimi o da ailə qura bilər. tamamilə doğrudur. Sən Tamamilə. Mən bunu qəbul Qardaş, sən edirəm. onu bizə necə Son eləyə çıxın bilərdin? başınıza Hər gün Bax, gəl bebəkə. burada Kübra xanımla
Burada Kübra xanımla razıyam. Bəli, mən də razıyam. Sən 4 ilin Mən də- pensiyasını Soruşun verməlisən niyə o girmirsən? qadına. Soruşun niyə Qulaq as. Allah uzaq eləsin. Orada bir şey baş verərdi. Deyərdilər Bəs niyə ki, hər gün evə Əlizadə gətirirsən? eləyibdi. Orada bir nəsə bir narahatlıq olardı, deyəcəklər Əlizadə eləyibdi. Sən ora hüquq mühafizə orqanları ilə gedə bilərdin. Sən ora gedə bilərdin icraçı ilə. İcraçı getməli idi. Sən özün kimdən? Bura gəlsin soruşdum da. Zahir müəllim. Mən bir Zahir Zahir müəllim müəllim. üzr istəyirəm. Zahir müəllim. Zahir müəllim bir dəqiqə Valla olar. inanın mənə ki biz Kübra xanımla eyni fikirdəyik. Nə? Zahir Kəsin müəllim. fikri ilə mən öz fikrimi deyirəm. Boş yerə Mən düşmə. öz fikrimi deyirəm. Uşağım xəstədirsə, vay boğazı ağrıyır, vay qulağı ağrıyır, nə başı ağrıyır. Mütləq ki əri aparmalısan. Xeyr, Öz qarnından çıxıb evladım. Özümüz aparırıq. Heç vaxt aparmayıblar, mən aparmışam. Özümüz Heç vaxt özləri aparırıq. aparmayıb. Ata uşağı örgədir ki, mənə zəng elə. Hardan olsa mənə zəng qalanlar elə. Zahir bəy. Bir dəqiqə, Elektroşokla xahiş ayrılmış. Reklamlardan həmən sonra.